Rusiya qoşunları son 24 saat ərzində Kursk vilayətinin Viktorovka, Nikolayevka və Staraya Sarosina yaşayış məntəqələrini azad edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Rusiya qoşunlarının adı çəkilən yaşayış məntəqələrini nəzarətə keçirdiyi vurğulanıb. Bu arada The Telegraph nəşri yazıb ki, Rusiyanın Ukraynanın müdafiə xətlərini yararaq Kursk vilayətində irəlilənməsindən sonra 10.000 Ukrayna əskəri mühasirəyə düşmə riski ilə üzləşib. Məlumatda bildirilir ki, Rusiya qüvvələri cümə günü Ukraynanın 11 kilometr daxilindəki Sudja şəhərinə doğru irəliləyərək şimaldan Ukraynanın Sumu vilayətinə daxil olub. Qəzetə danışan hərbçi Ukraynanın daha çox itki verməmək üçün Kurskdan geri çəkilməyə düşündüyünü bildirib. Biz itkilərdən qaçmağa çalışırıq. Mühasirəyə düşmək qorxusu gerçəkdir, deyə Ukrayna hərbçisi The Telegraph nəşrinə danışıb. O da qeyd edilib ki, Rusların əsas yolda irəliləyişi Amerikanın Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırdığı bir vaxtda baş verib. CNN telekanalının yaydığı məlumata görə isə Amerika Ukrayna ilə kəşfiyyat məlumatlarını məhdud şəkildə bölüşməyə davam edir. Telekanal bu barədə Amerika Müdafiə Nazirliyinin 2 nümayəndəsinə istinadən xəbər yayıb. Mənbələr bildiriblər ki, Vaşinqton hələ də müdafiə əməliyyatları və hərəkətləri üçün Kiyevlə kəşfiyyat məlumatlarını bölüşür. Lakin Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı hücum əməliyyatları həyata keçirmək üçün istifadə edə biləcəyi kəşfiyyat məlumatlarını bölüşməkdən imtina edib. Məlumatda vurğulanır ki, Amerika Ukraynaya Rusiyaya zərbə endirməkdə fəal kömək göstərən tərəf kimi görünmək istəmir. Ona görə də bu həftənin əvvəlində hərbi yardımı dayandırıb. Lakin Amerikanın Ukraynanın özünü müdafiə etməsinə kömək edə biləcək məlumatları gizlətmək niyyəti yoxdur. Mənbələr aydınlaşdırıblar ki, Ukraynalıların döyüş meydanında rabitə üçün istifadə etdikləri əsas peyk sistemi olan Starlink internet xidməti hələ də aktivdir. Xatırladaq ki, ötən ilin avqustunda Ukrayna ordusu xüsusi əməliyyat nəticəsində Rusiyanın Kursk vilayətinin 100-dən çox yaşayış məntəqəsini nəzarətə götürmüşdü. Vilayətin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsində yaşayan Rusiyalı vətəndaşların bir qismi Sumu vilayətinə köçürülmüşdü. Təxmini 2 həftə əvvəl Ukraynanın Sumu vilayətində olan Kursk vilayəti sakinlərinin Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub. Yeri gəlmişkən, martın 7-sində axşam saatlarından etibarən Rusiya ordusu Donetsk vilayətinin Dabropolya yaşayış məntəqəsinə kütləvi hava hücumu edib. Nəticədə azı 11 mülki şəxs həlak olub, 30 nəfər isə yaralanıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Telegram səhifəsində yer alan xəbərə görə hücum nəticəsində 8 5 mərtəbəli bina, 1 inzibati bina və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleg Sinegubov isə Telegram səhifəsində yazıb ki, Rusiya qoşunları həmçinin martın 8-nə keçən gecə Xarkov vilayətinin Bogoduxovdakı ət kombinatına hava hücumu edib. Onun sözlərinə görə 4 şahid tipli dronun ət kombinatına çırpılması nəticəsində partlayışla müşahidə olunan yanğın baş verib. Ən azı 3 nəfərin həlak olduğu, 7 nəfərin isə yaralandığı məlum olub. Odessaya edilən hava hücumu nəticəsində isə mülki və enerji infrastrukturuna ziyan dəyib. Ukrayna Silahlı Qüvvələrinin hava qüvvələrinin yaydığı məlumatda bildirilir ki, Rusiya ordusu martın 8-nə keçən gecədən etibarən Ukrayna ərazisinə kütləvi hava hücumu edib. Martın 8-nə keçən gecə düşmən Rostov vilayətindən 2 İskəndər MKN-23 ballistik raketi və 1 İskəndər K qanadlı raketi, həmçinin şahid tipli 145 zərbə pası və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə hücum edib deyə məlumatda bildirilir. Bu hücum nəticəsində Donetsk, Poltava, Xarkov, Sumu və Odessa vilayətləri zərər çəkib.